Kosmosda cinayət törədilsə, həmin şəxsi kim mühakimə eləyir? Kosmos yer üzündə heç bir ölkəyə aid deyil. Bəs beynəlxalq kosmik stansiyada kimsə cinayət törətsə, hansı ölkənin qanunları tətbiq olunur? Beynəlxalq kosmik stansiyası Birləşmiş Ştatlar, Rusiya, Kanada, Yaponiya və Avropa ölkələrinin birgə layihəsidir. Bu səbəbdən burada fəaliyyət xüsusi beynəlxalq sazişlə tənzimlənir. Ümumi qayda belədir: əgər astronavt cinayət törədərsə, ilk növbədə onun vətəndaşı olduğu ölkənin qanunları tətbiq olunur. Məsələn, Birləşmiş Ştatlar vətəndaşı olan astronavt beynəlxalq kosmik stansiyada cinayət törədərsə, onu Birləşmiş Ştatlar qanunları əsasında mühakimə etmək mümkündür. Lakin hadisə başqa ölkənin astronavtına və ya həmin ölkəyə məxsus modulda baş verərsə, dövlətlər arasında hüquqi əməkdaşlıq mexanizmi işə düşür. Maraqlıdır ki, indiyə qədər beynəlxalq kosmik stansiyasında qətl və ya ağır zoraki cinayət qeydə alınmayıb. Ancaq 2019-cu ildə ilk dəfə bir astronavtın kosmosdan həyat yoldaşının bank hesabına icazəsiz daxil olduğu iddiası gündəmə gəlmişdi. Sonradan aparılan araşdırma nəticəsində həmin şəxsə qarşı cinayət ittihamı irəli sürülmədi. Yəni kosmos qanunsuz zona deyil. Əksinə, yer orbitində belə hüquqi məsuliyyət davam edir və astronavtlar öz ölkələrinin qanunlarına tabedirlər. Bir sözlə, kosmosda cazibə qüvvəsi zəifləyə bilər, amma qanunun qüvvəsi əsla.